Dəyərli tamaşaçılar, Sağlam Seçim rubrikasında bu dəfə çox önəmli, çox aktual bir problemdən, ümumi cəmiyyətimizi narahat edən bir xəstəlikdən bəhs edəcəyik. Yoğun bağırsaq xərçəngindən. Rubrikamızın qonağı tibb üzrə fəlsəfə doktoru, dosent, ümumi cərrah Zahid Zahidovdur. Zahid doktor, bugün sizinlə yoğun bağırsaq xərçəngindən danışırıq. İstərdim ki, yoğun bağırsaq xərçənginin əlamətlərini söyləyəsiniz. Ümumiyyətlə, yoğun bağırsaq xərçəngi bildiyiniz kimi son dövrlərdə yaşı cavanlaşıb, çox gənc yaşlı şəxslərdə belə deyə biz tez-tez rastlaşırıq. Bu xəstəliklə, bu patologiyanın əlamətlər nədən ibarətdir? Böyük bayıra gedən zaman qanın olması, ishalın olması, müəyyən müddət qəbizlik, sonra qəbizlik yenə də ishalla əvəzlənə bilir. Çanaq nahiyəsində, anus nahiyəsində, anus ətrafında ağrıların olması, yəni bu əlamətlər və bir də yalançı çağırışlar dediyimiz tenezimlər var. Hansı ki, xəstə böyük bayıra getmək istəyir, gedir, oturur, amma çıxa bilmir. Qalxır, müəyyən bir müddətdən sonra bir də gedir. Yəni bu əlamətlər yoğun bağırsaq xərçənginin olmasından xəbər verir. Yoğun bağırsaq xərçəngi, yəni birdən-birə orqanda xərçəng olmur. Bu əsas səbəblər var. Birinci yerdə dayanır irsi genetik faktorlar. Sonra yoğun bağırsağın özünün ailəvi dediyimiz polipozis xəstəlikləri var, bu xəstəliklər. Yoğun bağırsağın polipləri, yoğun bağırsağın bəzi iltihabi xəstəlikləri var, Kron dediyimiz xəstəlik, ulserativ kolit, yəni xoralı kolit dediyimiz xəstəlikləri. Bunlar yoğun bağırsaq xərçənginin yaranmasına şərait yaradan, belə deyək ki, əsas amillərdir, əsas xəstəliklərdir. Doktor, əsas əlamətlərdən danışdıq. İstərdim ki, indi də xəstəliyin diaqnostika və profilaktikasından danışaq. Ümumiyyətlə, yoğun bağırsaq xərçəngi biz həmişə deyirik, çıxışlarımızda deyirik. Əgər vaxtında diaqnoz qoyulsa, bu xəstəlikdən baxmayaraq ki, xərçəngli bir dəfəlik qurtarmaq olur. Yəni, insan normal sağlam həyatına qayıda bilir, amma vaxtında diaqnoz qoyulsa. Vaxtında diaqnozda nədir? Mütəmadi olaraq kolonoskopiya müayinələrindən keçirilməlidir mütləq. Əgər kolonoskopiyada polip varsa, bu poliplər götürülməlidir, göndərilməlidir histoloji verifikasiya üçün analizlərə. Əgər orada şiş hüceyrələri varsa, ondan sonra tapıldısa, ondan sonraki müayinələr başlayır. Yəni MRT, KT müayinələri, qan analizləri və əgər vaxtında, yəni mərhələsi uyğunsa, əməliyyat eləməklə bu xəstələri sağlam həyatlarına qaytarmaq olur. Əməliyyat hansı yollarla icra edilir? İstərdim ki, biraz da əməliyyatlardan bəhs edək. Əməliyyatlar açıq ola bilir, laparoskopik olur. Biz hər iki əməliyyatları icra eləyirik. O baxır hansı xəstəyə uyğundur. Əlbəttə ki, əgər uyğunsa laparoskopik eləmək daha belə deyək ki, xəstə üçün daha əlverişlidir. Çünki xəstə demək olar ki, kəsik olmur. 4 dənə balaca bir kəsiklə bu həcmli böyük bir əməliyyat icra olunur. Xəstə